Son 3-10 illikdə Bakı Enerji Həftəsi regionun aparıcı beynəlxalq enerji platformalarından birinə çevrilərək dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini, investorları və sənaye mütəxəssislərini enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün bir araya gətirib. Artıq dünyanın önəmli enerji tədbirlərindən birinə aparıcı ölkə liderlərinin rəsmi məktub göndərməsi bu forumun əhəmiyyətini bir daha ortaya qoyur. Bu tədbirin əhəmiyyəti həmçinin ABŞ prezidenti Donald Trump'ın nəzakətli məktubunda əks olunub. Bu bir daha göstərir ki, Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Mən nəzakətli məktubuna görə Prezident Trump'a çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Erdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm. Prezident Donald Trump'ın Prezident İlham Əliyevə ünvanladığı bu məktub bu sadəcə nəzakət xarakterli diplomatik yazışma deyil. Bu doğrudan da burada bir neçə strateji xarakterli mesajların yer aldığı bir yazışmadır. Burada Azərbaycanın enerji təhlükəsizlik məsələlərində lider rola malik olması vurğulanır. Bu nə deməkdir? Bu Azərbaycanın həyata keçirdiyi enerji və onun ixracı yollarla bağlı bu marşrutların qlobal enerji təhlükəsizliyində oynadığı rola verilən dəyərdir. Prezident Erdoğanın deməli məktubunda bu məqam xüsusilə vurğulandı ki, xülyalar hesab olunan layihələr reallaşdı. Burada isə biz Ulu Öndər Heydər Əliyevin enerji strategiyasının əhəmiyyətini vurğulamalıyıq. Çünki həm bu layihələrin əsası Ulu Öndərin strateji baxışlarına uyğun olaraq əsası qoyuldu. Başqa bir məsələ Keir Starmerin, Britaniya Baş nazirinin Prezident İlham Əliyevə ünvanladığı məktub və orada mərhələli şəkildə əməkdaşlığın əhəmiyyəti qeyd olunur. Çünki BP Azərbaycanın ən böyük investorudur bu multinasional şirkətlər arasında və uzun illi əməkdaşlıq, hətta bu əməkdaşlığın 2050-ci ilə qədər hədəfləndiyi bu layihələr öz əksini tapıb. Bu il keçirilən tədbir regional enerji əməkdaşlığına, enerji təhlükəsizliyinə və beynəlxalq bazarlara enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfələr verən Şahdəniz layihəsinin 30-cu il dönümünün qeyd olunması fonunda xüsusi əhəmiyyət kəsb edir. Bakı Enerji Həftəsi həmçinin geniş beynəlxalq tədbirlər və yüksək səviyyəli görüşlər proqramı ilə müşayiət olunur ki, bu da Azərbaycanın beynəlxalq dialoq, strateji tərəfdaşlıq və qlobal əməkdaşlıq üçün mühüm platforma kimi rolunu daha da gücləndirir. 2026-cı ildə keçirilən tədbir yeni iştirakçılar və milli pavilyonlar da daxil olmaqla 46 ölkədən 270-dən çox şirkəti bir araya gətirir ki, bu da Azərbaycanın enerji sektoruna artan beynəlxalq marağı və ölkənin uzun müddətli strateji potensialına inamı aydın şəkildə əks etdirir. Bugün Avropa enerji bazarının Cənub qaz dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada Bakı Enerji Həftəsində mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bugün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı əlbəttə ki artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi ərazi və coğrafiya baxımından parametrlərə baxsanız, görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Düzgün enerji siyasəti Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. 30 il bundan əvvəl ölkəyə investorlar cəlb edilirdisə, indi öz investisiyalarımızla xaricə çıxırıq. Nəzərə alsaq ki, Azərbaycanın yalnız qardaş Türkiyədəki investisiya qoyuluşları 20 milyard dollara yaxındır. Eyni zamanda bir sıra Avropa ölkələrində, o cümlədən İsveçrədə Azərbaycan eləcə Dövlət Neft Şirkəti tərəfindən sərmayə qoyuluşları həyata keçirir və Dövlət Neft Şirkətinin sərmayə portfelinin genişlənməsi və şahlənməsi təbii ki,
eyni zamanda Azərbaycanın regional mövqeyinin gücləndirilməsinə xidmət edir. Nəzərə alsaq ki, investisiya qoyuluşları bir mənalı şəkildə Azərbaycanın iqtisadi mövqeyinə təsir göstərən faktorlardan biridir və eləcə də nəzərə alsaq ki, Azərbaycan artıq dünyanın 16 ölkəsinə təbii qaz nəql edir. Onlardan 12-si Avropa İttifaqında yerləşən dövlətlərdir və son illər Azərbaycan Avropa İttifaqına 57 milyard kubmetrdən artıq təbii qaz nəql edib. Eləcə də investisiya qoyuluşlarından həm Dövlət Neft Fondunun, eləcə də Dövlət Neft şirkətinin sərmayə qoyuluşlarında artımlar var ki, bu da təbii ki, dövlət gəlirlərimizin artmasına və dövlət rezervlərimizdə xüsusən də sərmayə qoyuluşunun daha çox gəlirlərin əldə edilməsi nəticəsində artımların qeydə alınmasına gətirib çıxarıb ki, artıq Azərbaycanın valyuta ehtiyatları 90 milyard dollara yaxınlaşır ki, bu da birbaşa həmin ehtiyatların həm də sərmayə qoyuluşu baxımından səmərəli istifadə edilməsi ilə bağlıdır. Bugün enerji təhlükəsizliyinin təmin edilməsi nəinki bizim, dünya ölkələrinin bir nömrəli prioritetlərindəndir. Azərbaycan da bu sahədə qlobal enerji layihələrinə qoşularaq bu sahə üzrə uğurlu addımlar atır. Elə bu mənada ölkəmizin mövcud qaz ehtiyatları ən azı növbəti 100 il ərzində həm Azərbaycanın, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcək. Dünya okeanlarına çıxışı olmayan Azərbaycanın enerji resurslarını ixrac etmək üçün həm qonşularla, həm ümumilikdə region ölkələri ilə münasibətlərini düzgün şəkildə qurur. Ötən il Azərbaycan Avropa İttifaqının kəmərlərlə qaz təchizatında 8% payla aparıcı aktorlardan biri olmuşdu. Bu onu göstərir ki, Azərbaycan öz enerjisini, neftini, qazını alternativ marşrutlarla dünya bazarına çıxarmaqla, etibarlı tərəfdaş olmaqla yanaşı, həmin o tərəfdaş dövlətlərin də enerji təhlükəsizliyinin təmin olmasına ciddi töhfə verir. Və bu onu göstərir ki, enerji təkcə bu iqtisadi məsələ deyil, bu eyni zamanda təhlükəsizlik məsələsidir. Bu alternativ yollarla ixrac marşrutu məsələsidir. Yəni burada istehlakçı dövlətlər özlərinin enerji idxalı mənbələrini etibarlı tərəfdaş Azərbaycandan idxal hesabına şaxələndirirlər. Müstəqilliyimizin ilk illərinin son dərəcə ağır, iqtisadi baxımdan qarışıq, siyasi baxımdan qeyri-sabit keçdiyini, o cümlədən ərazimizin təxminən 20%-nin Ermənistan tərəfindən işğal edildiyini və nəticədə 1 milyon həmvətənimizin məcburi köçkün həyatı yaşadığını, yoxsulluq səviyyəsinin 50% aşdığını, işsizliyin geniş yayıldığını, hətta elektrik enerjisi və təbii qazı idxal etdiyimizi xatırladan Prezident İlham Əliyev həmin dövrdə müstəqil ölkə kimi yaşamaq və inkişaf etmək üçün sahib olduğumuz təbii sərvətlərdən səmərəli istifadəni yeganə çıxış yolu kimi gördüyümüzü və Xəzərin enerji ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açan ilk ölkə olduğumuzu bildirdi. Dövlətimizin başçısının çıxışında diqqət çəkən məqamlardan biri də enerji gəlirlərinin yalnız sosial-iqtisadi sahəyə deyil, hərbi quruculuğa da yönəldildiyinin vurğulanmasıdır. Bakı Enerji Həftəsi bu dəfə də uğurlu nəticələr verib. Aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticə yönümlü planlar ölkəmizin enerji coğrafiyasını daha da genişləndirəcək. Turab Hacızadə, xanım Rüstəmzadə, İlkin Eylazov, NTV Xəbər.